sisteminden qəbula düşə biləcək sualların ikinci videosu ilə sizin qarşınızdayıq. İndi bu şəkli yəqin ki sizə tanışdır. Bəs bu şəklin mənası nədir? İndi gəlib bunu öyrənək. Baxın uşaqlar, biz bilirik ki ümumiyyətlə onurğanın hansı şöbələri var? Biz deyirik ki boyun şöbəsi, bax birdən işarə olunan yer. Döş şöbəsi 2, bel şöbəsi 3, 4 olma artıq burada düzdürmü? Sadəcə bizim üçün göstərməyiblər. Deməli, biz bilirik ki parasimpatik və simpatik sinirlər var ki, parasimpatik sinirlərdən simpatik sinirlərə qayıtsaq, simpatik sinirlər ürək yığılmalarını tezləşdirirdisə, parasimpatik yavaşladırdı. Simpatik sinirlər qan damarlarını daraldırdısa, parasimpatik artıq bunları genişləndirirdi. Yəni, bir-birinin əksinə gedən proseslər idi, lakin bir-biri ilə daimi olaraq vəhdət təşkil edirdilər. Baxın, indi gəlin öyrənək ki, bu parasimpatik sinirlərlə simpatik sinirlər hansı hissələrdən çıxır? Belə bir qanuna uyğunluq desək, dırnaqarası qanuna uyğunluq desək, hər zaman özünü doğrultulmaq xeyir, amma sizə qəbulda düşədə sizə köməklik edə bilərmi? Bəli, edə bilər. Baxın, yuxarıda olan orqanlar sanki, baxın, bu mavi hissə ilə 2-yə aiddir. Aşağıda olan orqanlar 3 və 4-ə aiddir. Simpatik olan hissələrimizi qırmızı ilə, yəni simpatik sinirlər hardan çıxır? Döş və beldən. Bəs parasimpatik sinirlər hardan çıxır? Baxın, bura boyun şöbəsi deyil. Bura baş beyin kötüyüdür. Baş beyin kötüyündən çıxır və omadan. Oma şöbəsindən. Baxın, uşaqları karıxdıran qəbul suallarının birini sizlərlə bölüşmək istəyirəm. Sual belə idi ki, simpatik sinirlər çıxan şöbə, 2 dənə sayı. Simpatik sinirlər çıxan şöbələrin sayı onurğanın parasimpatik və simpatik çıxan şöbələrinin sayına nisbəti necə idi? Baxın, bu zaman uşaqlar 4 bölünsün, 2 bölünsün, 4 vurulsun 100 şəklində göstərir. Amma sizdə orada da onurğanın parasimpatik və simpatik çıxan şöbələri və biz bilirik ki, onurğa deyəndə boyun, döş, bel, oma, büzümü götürə bilərsiniz və bu dördüncü götürdükləri parasimpatik hissə baş beyin kötüyündən çıxır, onurğadan çıxmır. Ona görə də biz bunu götürə bilmərik. O zaman 2 bölünsün 3 vurulsun 100 nisbətində olur. Bəzən rəqəmlərimiz, aldığımız ədədlər, yəni tam ədədlər olmaya bilər, təqribi ala bilərik. Təbii ki də bu sizdə artıq orada təqribi qiymət göstərir şəklində göstərilir və ola bilər, yəni ondan narahat olmayın. İndi baxaq, tutalım ki, biz gözdən danışırıq. Göz harda yerləşir? Yuxarıda yerləşir. Parasimpatikin baş beyin kötüyündən, simpatik isə hardan alacaq? Döş şöbəsindən alacaq. Ürək, parasimpatikin, baxın, əgər qarışdıracağınız bir şeydirsə və ilk dəfə öyrənsiniz, ola bilsin ki, bu video 11-ci siniflər yox, 10-cu, 9-cu siniflər, baxın. Mavi xətlə gedənlər parasimpatiki, yəni özünüz izləyə bilərsiniz. Ürəyin parasimpatikinə baxın, görün hardan gəlir? Baş beyin kötüyündən, simpatiki isə 2-dən gəlir. Digər İndi isə baxın, məsələn, burada sizə cinsiyyət orqanlarını göstərir. Cinsiyyət orqanı təqribən aşağıda yerləşdiyinə görə biz deyirik ki, parasimpatikin omadan, simpatikin isə hardan götürür? Beldən götürür. Və yaxud da ki, burada test topluluğunda olan silik hissəsi də ola bilər. Silik hissəsi də eyni ilə parasimpatikin götürür omadan, simpatikin isə götürür beldən. Bəs böyrək də aşağıda yerləşir. Bəs nə üçün böyrəyin, baxın, necə olmalı idi? Parasimpatikin götürməli idi omadan, simpatikin isə beldən götürməlidir. Amma simpatikin beldən götürsə belə, parasimpatikinə baxın, baş beyin yarım kötüyündən götürür. Bunu keçən ilin qəbuluna salmışdılar. Keçən ya da inişil olmalı idi. Səhv eləmirəmsə X, Y, Z şəklində ürəyi göstərmişlər, böyrəyi və cinsiyyət orqanlarını göstərmişlər. Necə parasimpatik və simpatikin gəldiyini sizdən istəyirdi. Bunun cavabını bu şəkildə götürəcəydiniz. Əslində qalsa bu şəkildə də yadında saxlaya bilərsiniz ki, azyaşlı uşaqlar sidiyini qeyri-ixtiyari olaraq xaric edə bilirlər. Deməli, baş beyin kötüyündən asılıdır. Əgər omadan asılı olsaydı, bunu ən başda zaten özləri edə bilərdi. Bu şəkildə yadınızda saxlayın. Tam dəqiq səbəbi odurmu? Onu dəqiq deyə bilmərik onsuz da. Sonra sizdə burada endokrin sistemi haqqında danışmaq istəyirəm. Endokrin sistemi bu şəklində diqqət etməli olduğunuz məqamın birindən demək istəyirəm ki, baxın, 1 və 2 hansı epifizdir, hansı hipofizdir? Digərlərinin yerlərini də bilməlisiniz. İndi baxın, 1-lə 2, baxın, 1 epifizdir, 2 hipofizdir. Ona görə sizin biriniz 1 epifiz, 2 hipofiz olacaq. 3
bizdə 3-dən göstərdiyi qalxana bənzər vəzidir, bir ədəddir. Bu hansı xəstəliyin hansı hiperfunksiyası, hipofunksiyası, bunları da əzbər şəkildə bilməlisiniz. Qəbul sualına düşə bilər. Ən çox qəbula düşəndə deyir ki, daxili və yaxud da ki, xarici sekresiya vəzlərini seçin. Uşaqların əksəriyyəti səhv yazdığı suallar daxilindədir. Səbəbini mən də bilmirəm, amma səhv yazıb uşaqlar. 4 ədəd baxın qalxana bənzər ətraf vəzləri var. Ondan sonra döş sümüyünün üzərində yerləşən timus və ya çəngələ bənzər vəzi 16 yaşından sonra kiçilməyə, daha sonra isə pi toxumasına çevriləri belə deyim də yox olur. Ondan sonra böyrəklərin üzərində yerləşən 6 ilə göstərilən hissəyə baxın. Böyrək üstü vəzi, birbaşa böyrəklə təmas edən daxili sekresiya vəzi adı altında sualımız var. Bunun cavabı böyrək üstü vəzlərdir. Böyrəyin heç bir işinə, yəni böyrəklə heç bir vəhdət, yəni birlikdə iş görmürlər. Sadəcə o böyrəyin üzərində yerləşir. 2 dənədir, saylarını da bilməlisiniz. Sonra baxın 8 və 9-u ayırıblar. Çünki 8 və 9 artıq kişilər və xanımlarda fərqlidir. 8-də 2 ədəd yumurtalığımız, 9-da 2 ədəd toxumluğu göstərirlər. Bir də ki, sizə bu məlumatı bölüşmək istəyirəm ki, baxın, epifiz və hipofiz kəllə qutusu boşluğunda yerləşir. Qalxana bənzər vəzi ilə qalxana bənzər ətraf vəzi heç bir boşluqda yerləşmir. Yadınızda saxlayın. Bu tipdə də sual düşə bilər sizə. Döş sümüyünün üzərində yerləşdiyinə görə timus döş boşluğunda, böyrək üstü vəzidir, mədə altı vəzidir. Deyirsiniz ki, qarın boşluğunda yerləşir. Xanımlarda çanaq boşluğunda yerləşir yumurtalıq, amma kişilərdə çanaq boşluğundan xaricdə yerləşir deyirsiniz. Toxumluqlar, ona görə də kişilərdə götürə bilmirsiniz. Məsələn, sizdən soruşa bilər ki, 5 yaşlı uşaqda məsələn, hər hansı bir orqan boşluğunda olan neçə vəzi sintez olunur. Bu zaman toxumluğu oradan çıxarmalısınız. Eynilə də 5 yaşlı qız uşağında desəz, yenə də yumurtalığı bu zaman götürə bilmirsiniz. Çünki biz bilirik ki, cinsi yetişkənlik vaxtına çatandan sonra bu hormonlar artıq daha intensiv şəkildə sintez olunmağa başlayır. Sonra sizə burada şəkillərdən nələrsə düşə bilər. Baxın, bu şəkillər düşə bilər sizə. Miksedema xəstəliyi, buna selektiv şiş xəstəliyi də deyirik ki, Bazedov xəstəliyinin tam əksinədir. Bu zaman qalxana bənzər vəzinin az ifraz olması nəticəsində əmələ gəlir. Şiş şəklində görsəndiyinə görə, kök deyil buna, şiş şəklində görsəndiyinə görə selektiv şiş xəstəliyi adı altında da eşidə bilərsiniz. Bu zaman çox onların sinir sistemi, belə deyim də, həssas olmurlar. Yəni, heç bir şey demək olar ki, reaksiya göstərmir. Bazedov xəstəliyi isə bunun tam əksinədir. Aqromegaliya xəstəliyini qarışdıra bilərsiniz. Aqromegaliya xəstəliyini qarışdırmırsınız. Bu zaman isə hipofiz vəzinin, baxın, biri var yetkinlərdə, biri var uşaqlarda. Yetkinlərdə çox ifraz olması nəticəsində aqromegaliya xəstəliyi əmələ gəlir ki, burundur, qulaqdır, dodağın həddindən artıq çox böyüməsidir. Amma uşaq vaxtlarından olsa, məsələn, gigantlığa və yaxud da cırtdan boyluğa gətirib çıxara bilər. Bir də ki, miksedema ilə Bazedov xəstəliyi də eynilə yetkinlərdədir, amma uşaqlarda kretinizm xəstəliyi, yəni ki, ağıl kəmliyinə gətirib çıxara bilər. Sonra baxın, sinir sistemi xəstəliklərinə sonradan qazanılan və irsi xəstəliklər aiddir ki, bu cədvəli əzbərləmək sizin üçün yaxşıdır. Baxın, poliomielit buradadır, meningit buradadır. Bunun adını digər bölmələrdə biz eşidəcəyik və burada bəzi bir nüans var ki, ona fikir verin ki, baxın, deyək ki, bakteriyalar və viruslar tərəfindən sinir sistemi xəstəlikləri. Buna meningit. Deməli, meningit həm bakteriyalar, həm viruslar tərəfindən. Amma qrip viruslar isə beynin aparıcı yollarını zədələyir. Baxın, və poliomiyelit virusu isə onunla beynin hərəki neyronundan dağıdır. Deməli, meningit həm bakteriyalar və viruslar tərəfindən yaransa belə, qrip virusu ilə poliomiyelit virusu artıq sadəcə virus xəstəliyi nəticəsində əmələ gəlir. Sinir sistemi haqqında olan məlumatlarımız bu qədərdir. Bunları yadınızda saxlayırsınız və dərsi ümumi olaraq təkrar edirsiniz. Hər hansı bir sualınız olarsa, verməkdən çəkinməyin, zəhmət olmazsa. Çalışdığım qədər ya video izahla və yaxud da ki, yazaraq sizə cavab verəcəm. İmtahanlarınıza uğurlar arzulayıram. Gələcək dərs mövzumuz isə
Digər bölmələri izah edəcəm ki, burada ayaq hərəkət aparatıdır, qan damar sistemidir. Əsas çətin olan hissələri sırf bu ilki 11-lər və məzunlar üçün imtahanınıza qədər bitirməyə çalışacağıq. Kanalımızı izləməyi unutmayın.